başımıza neler gelecek. Evlaq yolundayıq. Burada düşdük. Dedik ki bir uşaq həm ayaq yoluna geçsin, həm də ki özün üçün bir şeylər alar buradan. Bir 5 dəqiqə sonra yola düşəcəyik. Axır ki çatdıq, indi beş-beşimizi aparıb qoyuruq. Sonra digər yerlərlə sizləri tanış edəcəyik. Böyle şeyler var da. Görüşürler. Ha, asıl sonuna durursun. Hadi de oğlum. Görüşürüz burada. Sağ olsun rəfiqəmin anası gelib bizim üçün belə gözəl süfrə hazırlayıb. İnşallah bismillah eləyib. Bişirdiklərindən yeyib sizlərlə birlikdə bölüşəcəyik. Eve gelen kimi başlayıblar mıncıq yığmağa. Bak Marika'na meşgul. Arada bir boyuna da baktın. Güzel telefona gidiyor. Lamanın suyunu için. Ben ya kaldım. Hadi sonra getiriyorum. Gideceğim sen ben tarafa. Bu gördüğünüz Heydar Əliyev mərkəzidir. Bu gördüğünüz ise Göyçay Gənclər Evidir. Gəlmişik Göyçayın Nar Parkına. Biraz burada gəzəcəyik. Hava çox yaxşıdır. Buranın belə gözəl adrenalinli atraksiyonları belə var. Yəni həqiqətən həm uşaqlar üçün, həm də böyüklər üçün belə gözəl atraksiyonlar var. İnanın ki, heç Bakıda belələri yoxdur. Yəni belə daha çox adrenalin yaratan böyüklər üçün. Uşaqlar üçün də, böyüklər üçün də var. Düzdür, hələ çoxu işləmir. Çünki sezonu deyil də. Yayda təbii ki, bunların çoxu işlənir. Və gözəl şəkildə uşaqlar da, gənclər də əylənir. Həvoş da o tərəfdə anası ilə bərabər oynayır. Dedim mən də buranın belə gözəl bir parkını sizlərə göstərim. Həqiqətən burada yaşayanlar çox əla, yayda istirahət edir deyərdim. Yay qış fərqi yoxdur. Əsas o da istirahət olsun. Tam təbii təbiət qoynunda. Fikirləşirik ki, bu vikingə minək. Sizcə necə olar? O çox qəşəngdir. Vaxt Fatih Nərmanovda belə adrenalin dolu viking var idi, amma təəssüf ki yığışdırdılar. Ondan da böyük idi. Oynadıq, doyduq. İndi isə gedirik evimizə. Sabaha başqa yerləri inşallah gəzəcəyik. Bəxtimizdən yağış da yağıb. Bizə dəhşətli dərəcədə yağış yağır Göyçaya. Biz də bu yağışda bir yer var, oraya getməyə çalışırıq. Ay, bizim bəxtimiz. İnanın neçə dəfə harasa gedirik, mütləq şəkildə yağış yağmalıdır da. Dünən o cürlə qısa qollu hava var idi, indi isə yağışlı hava. İndidən üzürlü sayasız, çünki niyyətimiz çox gözəl yerləri göstərmək idi. Göyçayın təəssüflər olsun ki, yağış imkan vermədi. Daha da hətta güclənəcək bu yağış. İnşallah bacardığımız yerləri çəkib sizə göstərəcəyik. Gəlmişik rəfiqəmin mamasının Nur Şirniyyat evinə. Burada inanın elə gözəl şirniyyatlar satırlar ki, qiymətlər çox münasibdir. Həmişə kimi hara getsəm yemək hazırlamağı çox sevirəm. Ona görə bu dəfə də rəfiqəmgildə kürə olduğu üçün istədim ki, qəşəng bir pizza hazırlayam. Xəmirimi yoğurdum artıq. İndi isə acmağı qoyacağam. Acıdıqdan sonra isə pizza formatını verib üzərini bəzəyəcəyik. Pizzamızı rəfiqəmlə birlikdə bəzədik, düzədik. İndi isə kürəmizlə bişməyə göndərik.
işlərimizi az da olsa tamamladıq. İndi isə gedirik həm uşaqlarımızı yatırırıq, həm də qalan işlərimizi görək. Çünki sabahları artıq yola düşəcəyik evimizə. Yəni belə bugünkü yorğunçuluqla günümüzü də belə tamamladıq. Bugünkü göçən macəramız da bu qədər. Artıq evə gedirik. İzlədiyiniz üçün təşəkkür edirəm.